3 nəfəri edam masasına çıxarırlar. Bunlardan biri din adamı, biri hakim, diğeri ise fizikçi olur. Gillotina ilə boyunlarını vuracaqlar. İlk öncə din adamını çıxarırlar. Deyirlər ölmədən qabaq son sözüdlə. Deyir mən Allaha inanıram. Allah məni qoruyacaq. Kral deyir yatırın bunu. Yatırırlar, vurun boynunu. İpi buraxırlar, ip boynuna çatacaqda dayanır. Millət tam belə şokda. Kral deyir Allah bunu qorudu. Çıxarın onu oradan. Növbəti hakimi gətirirlər. Deyirlər son sözüdlə. Deyir mən haqq ədalətin yerin tapacağına inanıram. Kral deyir yatırın bunu. Yatırırlar, vurun boynunu. Buraxırlar ipi, ip boynuna çatacaqda dayanır. Tam beləncə şokda təəccüblənir. Haqq ədalət yerin tapdı deyə. Kral deyir çıxarın bunu. Gətirin fizikçini. Fizikçini gətirirlər. Deyirlər son sözüdlə. Deyir nə mən din adamın dediyinə inanıram, nə də hakimin dediyinə inanıram. Mənim gözümün gördüyü bir şey var ki, sizin kəndirin orasında bir düyüm var. O ipi tamamilə enməsinə mane olur. Həqiqətən də baxırlar ki, orada bir düyüm var. Açırlar o düyünü, yatırırlar fizikçini. Kral deyir buraxın kəndiri. Buraxırlar fizikçinin boynu qopur. Kim ki tarixi boyunca sözün düzünü deyib, bədəlini ağır ödəyibdir.